Dövlət proqramının müsahibə mərhələsi hansı dildə keçirilir? Dostlar salam, keçən dəfə səhifəmdə dövlət proqramı ilə bağlı video paylaşmışdım və həmin videodan sonra bəziləri məndən soruşdular ki, müsahibə hansı dildə keçirilir? İngilis dilindəmi, Azərbaycan dilindəmi və yaxud da hər hansı bir başqa bir dildə? Gəlin ilk öncə bundan başlayaq ki, dövlət proqramının sizdən olan gözləntilərindən biri də odur ki, siz hər hansı bir ölkəyə getdikdən sonra orada da öz ölkənizi təmsil edəcəksiniz və buna görə də əlbəttə ki, Azərbaycan dilini bilməlisiniz. Buna görə də normalda müsahibə elə Azərbaycan dilində olur, amma sizin həm də gedəcəyiniz ölkənin dilindən asılı olaraq sizə həmin dildə suallar verə bilərlər. Məsələn, məndə bu ingilis dili idi. Hal-hazırda təhsil aldığım ölkədə də ingilis dilində təhsil alıram və buna görə də məndən müsahibə zamanı ingilis dilində də suallar verə bilirdilər. Yəni təsəvvür eləyin ki, Azərbaycan dilində sizə suallar verirlər, danışırsınız və birdən-birə ingilis dilində sual verirlər və bu zamanda siz yenə ingilis dilində cavab verməli olursunuz. Bunlara hazırlıqlı olmalısınız. Hansı dildə təhsil alacaqsınızsa, həmin dili əlbəttə ki, bilməlisiniz. Bu sektorunda və yaxud da ingilis sektorunda təhsil almağınızdan asılı olmayaraq, sizin müsahibəniz Azərbaycan dilində olacaq və sizdən də Azərbaycan dilində cavab verməyinizi gözləyəcəklər. Düşünürəm ki, əgər sizdən Azərbaycanca sual sorsalar, amma siz ingilis dilində və yaxud da rus dilində cavab versəniz, bu çox da xoş qarşılanmaz. Dostlar, bugünlük bu qədər. Əgər dövlət proqramı ilə bağlı hər hansı başqa suallarınız varsa, şərhlərdə qeyd edə bilərsiniz. Sağ olun.